Tibbi briqadanın belə tələsmə səbəbi vaxt itirmədən çağırış yerinə çatmaqdır. Amma tıxaclı Bakı küçələri ilə bu heç də asan olmur. Yer yoxsa hara girir, haradan gəlir? Buradan bir dənə çəkdirik. Çəkdirik, buradan görək. Qəliz görünsə də briqada qısa zaman içərisində çağırış ünvanına çatır. Təqribən yarım saat sonra mənzilə daxil olan həkimlər geri qayıdır. Salamünaleyküm, hər vaxtınız xeyir olsun bir daha. Gəlmişdiniz çağırışa, içəri daxil oldunuz mənzildə nə baş verdi? Ümumiyyətlə əsaslı çağırış idi mi, yoxsa nə üçün çağırmışdılar? Bugün növbəmizin son çağırışıdır. Çağırış səbəbi halı pis olaraq bizə çağırış verilmişdi. Xəstə 7 gündən artıqdır bel ağrısından əziyyət çəkir və artıq 3-cü briqadadır, gün aşırı olmaq şərti ilə bizə çağırır. Bu çağırış əslində təcili yardımı çağırış. Yox, təcili yardımımız, bəli, bizə görə o əsassız çağırış sayılır. Çağırışın təcili yardımla heç bir əlaqəsi olmasa da, onlar daxil olan hər bir zəngin ünvanına gedir. Hətta gün ərzində 10 dəfə də olsa fərq etmir. Çünki əvvəlcədən çağırışın əsaslı və ya əsassız olmasını müəyyən etmək olmur. Burada əsas məqsəd həqiqətən də ehtiyacı olan kəslərə anında yardım etməkdir. Amma bəzən elələri yüzüçə müraciət edir ki, onun işi ümumiyyətlə həkimlik olmur. Uşaq üçün valideyn çağırış verir, ünvana daxil oluruq və biz ünvana daxil olduqdan sonra valideyn tərəfindən qeyd olunur ki, biz sizi uşağın bezini dəyişmək üçün çağırdığımızı qeyd edilir. Oradan belə çağırış olur? Bu kimi hallar olubdur. Məsələn, ünvana gedirik, xəstə ilə əlaqə saxlayırıq. Gələrkən bizə hətta deyir ki, yoldan gələndə filan dərmanı da alıb gətirərsiniz. Telefonun digər tərəfindəki bəzi şəxslər tibbi briqadanın ünvana daha tez çatması üçün hətta aldadıcı üsullara əl atır. Ürək çağırışından verəndə təcili tibbi yardım əməkdaşlarına daha tez cəlb olunduğu üçün bəzi vətəndaşlar ürək çağırışından verir. Ünvana daxil olduğumuz və anamnez topladığımız zaman xəstənin hər hansı bir kardioloji narahatçılığının olmadığını, sadəcə olaraq inyeksiya olunmasını tələb etdiyini qeyd edirik. Paytaxt üzrə bütün çağırışlar olduğumuz bu mərkəzə daxil olur. Yəni xəstə ilə ilk kontakt burada qurulur. Daha sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadaları müxtəlif ünvanlara yönləndirilir. İndi təsəvvür edin, hər hansı bir əsassız çağırış bura daxil olanda nə baş verir? Mən deyim, nə baş verir? İlk növbədə həqiqətən də tibbi yardıma ehtiyacı olan şəxslərin həyatı təhlükə altına düşür. Paralel olaraq da buradakı bu qədər işçinin işi qəlizləşir. Ümumiyyətlə, təcili tibbi yardımın bilərəkdən əsassız olaraq məşğul edilməsi həm resursların düzgün istifadəsinə mane olur, həm də briqadaların təcili ağır çağırışlara vaxtında çatmasına, vaxtında ünvanlara çatmasına mane olur. Son bir ay ərzində, may ayının statistikasına nəzər salsaq, qeyd edə bilərik ki, ümumilikdə 61.279 nəfərin çağırışı qeydə alınıb Bakı şəhəri üzrə. Ancaq təəssüf ki, onlardan 3.674 nəfərin müraciəti əsassız olaraq qeydə alınıb. Əsassız çağırış deyəndə söhbətin nədən getdiyini bəlkə də çoxları bilmir. Məlumat üçün qeyd edək ki, planlı müalicə prosedurlarının aparılması, stomatoloji yardımların göstərilməsi, cənazənin daşınması kimi hallar təcili tibbi yardımın fəaliyyət profilinə aid deyil. Gündüz Vaqifoğlu, Sənan Kərimli, İTV Xəbər.